Bugün sizlərlə imtahanda ən çox qarşılaşdığımız çokgenlər mövzusundan altıgen sorusuna baxacağıq. Gəlin bir yerdə baxaq. Bizə burada deyir ki, ABCDEF bir düzgün altıgendir. YK eşittir K ilə, o da eşittir LD'yə. Bu halda bizdən soruşur taralı bölgələrin alanları toplamını. Burada nə edəcəyik? Gəlin baxaq. Bura bir K yazsaq, o zaman altıgen olduğundan bu hissəyə qalacaq 3K. Və uşaqlar, biz kum saatından bilirik ki, K'nın 3K'ya oran varsa, yəni kum saatında deyirdik ki, bənzərlik oranının karesi alanlar oranına eşitdir. Yəni burada K'nın 3K'ya oran varsa, 1-in 3'ədirsə alanların oranı 1-in 9 olacaq. Yəni bura 1 alan və 9 alan yazırıq. Və kum saati gördüksə, digər kənarlara da eyni şəkildə oranlar yaza bilərik. Məsələn, burasına T yazsam, burası olacaq 3T. O zaman bunu buradan belə birləşdirsək, T'nin üzəri A'dırsa, 3T'nin üzəri olacaq 3A. Sonra bunu da buradan belə birləşdirsək, tabanları eşit olduğundan, yəni bu hissə ilə bu hissə bir-birinə eşit olduğundan, üstləri də eşit olacaq. Yəni bura olur 4A, onda burada olacaq 4A. Və eyni şəkildə bu tərəfi də yazmağa ehtiyac yoxdur. Çünki eyni olacaq, tabanları eynidir. Çünki burada 2K'nın üstü neçə A oldu? 8A. Burada da yenə 2K'nın üstü 8A olmalıdır. Onda bura qalacaq 7A. Demək biz bilirik ki, altıgəndə bizə bir altıgen verilsə, bax ki, bir dənə altıgen verilib bizə. Və bunu buradan belə birləşdirsək, bunu da buradan belə birləşdirsək, bura alan alandırsa, orta 4 alandır. İndi gələk sualımıza. Sualda biz dedik ki, A, Y, D, B, yəni orta olan hissə neçə alan oldu? 24 alan. Toplasaq 4, 3, burada da 1, 7, burada da 9, toplayanda 24 alan elədir. Əgər orta 24 alandırsa, o zaman qıraqlara nə qalacaq? Orta 24-dürsə, 4-ə böləndə yanları tapırıqsa biz, onda buralara qalacaq 6 alan, 6 alan. İndi bizdən soruşur taralı bölgələrin alanlar toplamından altıgenin alanına. Taralı bölgələr A-la 9-a, yəni 10-a bölünsün. Ümumi alanda elədi, orta 24 alan idi, qıraqlar da 12 alan idi. Yəni 36 alan. Biri 10 alan bölünsün, 36 alan. Bu da eləyəcək 5 bölünsün 18. Yəni doğru cavabımız olacaq D variantı.